bir nəfərin evinə gediblər Ərbəyində ziyarətə. Ərbəyin ziyarətinə gedəndə bir ərəb idi deyib, bizi apardı evinə ki, gəlin mənim çörəyimdən yiyin. Güclə, bəlayla yalvara. Gəldi, gördü ki, divara bir şəkil qoyub, tabutdur, içində də meyitdir. Belə şəkil qoymazlar evə. Bu nə tablodur, bu asıb ki. Dedi ki, bu nədir belə? Dedi ki, o tabutun içində olan mənəm. Mən bunu qoymuşam gözümün qabağında, yadımdan çıxmasın. Dastanı var, danışaram, yeməyinizi yiyin hələ. İmam Hüseyn zəvvarısız, yeməyinizi yiyin. Yedi deyir, bitirdi, yiyib bitirəndən sonra. Dedi ki, bunu danış bizə maraqlıdır. Deyir, mən çox pis adam idim. İndi də istəmirəm, yaxşı adamım, onda lap pis idim. Çox günahkar. Nə günahdır demirəm. Olan şeyi danışıram sizə bunu. Deyib, çox günahkar, pis adam idim.